Herkese salam dostlar. Bugün sizlerle birlikte World Soccer Teams 1998'deki en zayıf ölkəni gücləndirməyə çalışırıq. Ölkəmiz Yeni Zelandadır. Bu ölkənin en zayıf takımı isə Northampton'dır. Yəni budur dostlar. Baxın. Amma dostlar, biz çünki 1998'i eləyə bilmərik. Hem de profesyonel eləyəcəydim. Çünki dostlar 1998'deki en zayıf takımın kadrosu heç də zayıf değil mənə görə. Bir dənə zayıf takım bilirəm. O takımdan daha zayıf takım tapa bilsəm, təbii ki də eləyəcəm. Yox dostlar, bu takım da zayıfdır. 2026'da dostlar, 2026 profesyonel kulüplər ve 2026'da ki San Marino'daki dostlar bakın, bu takım yok ha dostlar, bu takım yok. En zayıf takım değil dostlar. Məndə də bir tane de daha takım var idi. Dostlar bu bakın budur. Məndə bu takım var yani. Budur dostlar, en zayıf takım. Ona göre bu takımı adam eləyəcəyim. İndi sataq bunu. Sonra sataq bunu. Sonra sataq bunu. 33 yaşındakini sataq. Sonra takım çox dəhşət pisdir. Mən bu takımı nətər adam eləyəcəm bilmirəm. Məncə tamamdır takım. İndi 3-5-2 düzülüşünə keçəcəyim. Ən yaxşı bunu eləməkdir. Aha. İndi dostlar, mən buranı yüksəldib gəlirəm. Bəli dostlar, yüksəltdim yəni. Baxın 20 elədim, 10 milyon pulumuz var. İndi dostlar, bu 10 milyon pula gəlin oyuncular alır. Bir dənə dostlar, sol bek alacağım. 19 yaşındaki sol beki məncə alaq 8-10 parayla. Salaq bunu bırak. İndi dostlar, mən oyuncuları satıram. Qocaları baxın, 32 yaşındaki oyuncunu sataq. Əslində dostlar, bugün video olmayacaqdı. Bugün mən dostlar futboldaydım, futbola gələcəkdim. Amma hava çox pis olduğundan getmədim. Evdə qaldım. Mən də dedim video çəkim izləyicilərim üçün. Amma dostlar, mən bu qədər əziyyət çəkirəm. Dostlar, məsələn videom telif yedi. Dostlar, telif yiyən videolarım da var. O qədər əziyyət çəkdiyim videolar telif yedi. Ona görə də bir like atsanız çox sevinərəm. Bir like mənim üçün çox görünür. Bir like, bir abone çox görməyin dostlar. Vaxtınızı bile almayacaq. Bir dənə aşağı sürüşdürüb like atmaq vaxtınızı bile almayacaq. Soldakı niyə orada oynayır? Aha. 18 yaşındaki saqqanı alıram. Əgər dostlar çok beğenseniz de böyle videoları şey çekeceğim. Neydi onun adı? PES 2026 çekeceğim dostlar. PES 2026'da kariyerim var. O kariyeri çekeceğim. Dostlar, kariyerimde elədiyim adamın adı Murat T'dir. Özüm mənim xalamın oğludur. Onun da kanalı var. Onun da kanalını yazarım bura. Murat T. Bitişik yazsanız çıxacaq dostlar. Onun da kanalı var. Onun da kanalına gedib baxmağı unutmayın. O da qəşəng videolar çəkir mənim kimi. Maraqlı videolar çəkir. Mən niyə oyuncu satamıram? Mən niyə oyuncu satmaq almırlar oyuncularımızı? O da zayıfdilər ki, dayanmırlar. Aha. Baba 32 yaşındaki mən satmaq istəyirəm. Aha.
Dəqiqə 30 yaşdakiləri sataq biz bir. Yoxlardan. Neyse. Aha takım belədir. Takıma bir dənə Zerato alacağım. Santrofor. Zerato. Rato. Rato yazsaz elə dostlar Zerato çıxacaq. Rato yazıb ən axıra geçsəz Zerato 100K'ya gəlir. Gəlmədi. Onda dostlar biz bunu 200K verəcəyik. Yəni 100K'ya da gəlir amma inanılmazı tutub gəlmir. Çünki takım çox zəifdir. Amma güclü takımlarda olacaq 100K'ya belə gəlir. Bir dənə dost alaq. Dostlar. Videonun da çox uzun olmasını istəmirəm. Elə dostlar şeylərimizi, transferlərimizi elib videoya keçəcəm. Yəni məncə takım beləlik deyirəm. Hələlik çox yaxşı oldu. Amma bir dənə Zerato'nun yanına normal bir dənə santrofor seçmək istəyirəm mən. Yəni Zerato'nun yanında ona kömək edə biləcək santrofor Robin Vaz aldım. Bu arada dostlar yenə də hatırladım. 2026'daki ən zəif takımı oynayıram. Yadınızda qalsın. Və dostlar bu San Marino'daki 2026'daki takımlar, San Marino'nun en güçlü takımı 100 coin'dir. En zayıf takımları 6 coin olur. Neyse maça keçək. Qəşəng təkliflər, zatlar gəlsə mən yandırıb göstərəcəm sizə. Və dostlar hələ ikinci haftada olduğumuza rağmen 5 tane təklif gəldi. 18 yaşındaki sağ kanatımıza 5 milyon verirlər. Yəni mən bunu 1 milyona alıp 5 milyona sattım. Yəni bu çox qəşəng. Orta saha 47. 23 yaşı var onsuz da bu çox gəlişəcəyini bilmirəm. Düşünmürəm yəni. Of, dostlar 1 milyonluq 4 milyon təklif edirlər. Baxın 1 milyonluq 4 milyon təklif edirlər, amma mən bunun yerinə daha yaxşısını axtaracağam. Stoper, yaş altı, 18 yaşında birini tapdım mən. Ona görə satıram. Sattım dostlar. 2 milyonda sol bekimizə gəlib. 19 yaş olduğuna görə onu satmayacağım. Bir dənə stoper alaq. Zaman stoper. Zaman. 19 yaşındaki stoperi alıram. 19 yaşında aldım çünkü dostlar gəlişəcək bu. 18 yaşındakini almadım niyəsə. Takım belə oldu dostlar. Məncə takım çox qəşəng oldu, amma bir dənə orta saha şartdır bizim takıma. Orta saha. Hələ daha çox pulumuz var. Juventus'tan alırım bu oyuncunu. 1 milyon aldığımız oyuncularla dostlar 5 milyon zat təklif edər. Yəni bu qəşəng təkliflər idi. Bir dənə də şey alaq dostlar sağ kanat. 18 yaşındaki sağ kanatı alıram. Onsa dostlar o birər də 68 gen olduğundan 18 daha yaxşıdır. Aldıq dostlar. Maça başlayaq. Dostlar orta sahamızın, yəni orta sahamız dəhşət zəif olduğuna görə bir dənə orta saha, bir dənə də sol kanat alacağım takıma, çünki orta saha çox zəif oldu. Buradan dostlar oyuncağımızı sataq yavaş-yavaş. Aha. Yəni almırlar da 32 yaşındaki 30 genli oyuncunu almırlar. Neyse, satabildiğimiz kadar oyuncu satırıq indi. Hem de elimizə bir damcı pul gəlsin. Pulumuz qurtardı. Sol kanata pul qalmadı. Sol kanat aldıq şeyi. Bulamır. Dəqiqə sol kanat. Daraq 17 yaşında
sol kanat var, amma bizim pulumuz əksikdir. Görəsən teknik direktorum mənə pul verər. Gedib baxım gəlirəm dostlar. Dostlar, atın 50 milyon verdi. İnanamıram, bu takımı indi çox qəşəng eləyəcəm. Dostlar, 50 milyon qazandığını bilmirdim. Mən bu adam ha vaxt bu qədər pul qazanıb mən hələ də bilmirəm. Amma nəysə, bu takımı gəlişdirəcəm. 19 yaşındakı Chelsea'nin oyuncusunu alaq tez. Qəşəng. Hoppa gir oyna. Sonra yaşı 40'dır, 40. Yaşı 40'dır. 40 yaşında oyuncu var bizdə. Sate. Bu Gonzalo Ronaldo ilə eyni yaşdadır. Aha. Sağ bek. Dostlar, size bir şey diyeceğim. Dostlar, Ronaldo köhnə takımına geri qayıtmaq istəyirmiş, Sporting Lisbona, amma tam 50 milyon istəyir. Yəni Sporting Lisbona qayıtmaq üçün 50 milyon istəyir. Özü bilərək antrenmanlara çıxmır ki, Al Nassr onu Sporting Lisbona satması üçün özü antrenmanlara çıxmırmış dostlar. Yəni adama halal olsun, yəni köhnə takımına gedib karyerasını bitirmək məncə çox yaxşı bir fikirdir. Mən də olsam mən də eynisini eləyərdim. Və dostlar, Neymar da onsuz da Santos'dadır. Yəni o da məncə düşündüyüm kimi köhnə takımında bitirir. İnşallah Messi də köhnə takımında bitirir, yəni karyerasını. Onu bilmirəm. Amma köhnə karyerasını o köhnə takımında bitirsə məncə çox yaxşı olar. Buradan da bir dənə Messi alaq dostlar. Qocalana qədər bu takımda oynasın. Onsuz da dostlar az. Yəni qocalıblar deyə daha az pul istəyirlər. Sağ Messi orta sahada oynaya bilər. Ona görə Messi'ni orta saha oynatacağam. Gedək maçlarımıza. Bu arada dostlar, bir şey demək yadımdan çıxdı ki, biz bu takımı həm şampiyon edəcəyik, üzərə şampiyonda dostlar, nə tədiyim. Baxın, hiç şampiyonluklar yoktu. Kariyerdə də yoxdur, kulübdə də yoxdur. Yəni bu qədər şey pis takımdır. Həm şampiyon edəcəyik dostlar, həm də bu takımları yəni dostlar, Şampiyonlar Liqində şampiyon edəcəyik, bir də burada şampiyon edəcəyik. Yəni işimiz bayağı çətindir. Və dostlar, takımı birinci eləməyi bacardıq. Bu ikinci olan takım yəni bu güclədir. Yəni bizi heç bir adam uda bilməz. Ona görə heç bir transfer etməyəcəm. Yəni çünki takımlara baxın dostlar. Bir də bizim takıma baxın. Artıq güclənmişik. Onu da Messi qocalacaq. Yəni 38 yaşı var. Arasında 1-2 sezona qocalar. Ay, nə oldu? Dostlar, mənim hansı videom olsun, əlim deyir harasa girirəm, nəysə. Və dostlar, Zerato 51 gen olub. Məncə çox qəşəng. Yəni takımımız çox qəşəng irəliləyir. Dostlar, teknik direktörümüz bizə 348k pul verib. Yəni bu qədər pulumuz var idi, bizə bir damca pul verib. Zerato 52 olub, Vaz da 71 olub. Yəni takım çox qəşəng. Azdic 70 olub. Bunun da gəlişməsini gözləyirəm. Lionel Messi'dən heç nə gözləmirəm. Çünki dostlar, o gəlişəməyəcək. Baxın, Lionel Messi əksinə düşüşdədir yəni. Düşüşdə. Bilin. 86 illik. Lionel Messi sağ kanatda oynasın məncə. Çünki onun yeri oradır. Baxaq, indi yüksəlirmi? Yox, hələ də düşüşdədir. Yəni dostlar, Lionel Messi'nin 1-2 sezonluq ömrü qaldı. Bu arada dostlar, sezon sonunda kim nə qədər qol atıb, kim nə qəşəng oynayıb, qapıçılardan da kim yaxşı qurtarışlar edib, hər şeyə baxacağım dostlar. Bu arada dostlar, Lionel Messi'ni səfihdən əlimdəydi, oyuna aldım. Amma Lionel Messi'nin yerinə Zerato oynayacaq. Bu da dostlar bayağı gəlişib. Amma hələlik onun yerinə Lionel Messi qoyaq məncə orta sahaya, bu da sağ kanatda oynasın, belə daha yaxşı olar məncə. Bu arada dostlar, Zerato yedəklərdə də gəlişir, amma mən oyunda gəlişməsini istəyirəm və qollar atmasını istəyirəm. Baxaq birinci sezon görüm nə qədər qol atır. Və dostlar, təkliflər gəlib. Bu santraforumuza təklif gəlib, onunsa belə oyuncuları dostlar əlimdən çıxartmaq istəyirdim. Sonra bu orta sahamızı satmayacağım. Zerato. Baxın dostlar, 190k'lıq Zerato'ya 2 milyon
təklif ediblər 53 gen olmasına rağmen, amma satmayacağım dostlar. Zerota 10 sezonda 96 gen olur. Yəni bunu eləməyə çalışacağam. 96 gen eləməyə çalışacağam. Bu məncə 10 sezona qədər yəni neçə bölüm olar? 2-3 bölüm olacaq 10 sezona qədər. Bu arada dostlar Zerato'nun köhnə takımı ona 2 milyon verir. Yəni bunun amacı Zerato'nu bizə versin. Biz Zeraton gəlişdirək, sonra geri alsın. Amma elə bir şey eləyə bilməz. Yəni mən Zeraton verməyəcəm. Bu arada dostlar yadınıza salın, mən professionaldə oynayıram. Gəlin baxaq belə dostlar. Baxın Duolingo professional. Hələ də Alanya Spor kariyerim qalıb. Çünki dostlar bölüm ikincisini paylaşdım, telif yedi yəni. Ona görə bölüm ikincisini paylaşamadım. İnşallah bu videomuzda telif yemez. TikTok deyirəm. YouTube mənə telif atma, nə olar baxın. YouTube bəy. YouTube əmin mənə telif atma. Və iç qırmızımızı alan oyuncumuz. Onun yerinə dostlar gəlin bir dənə oyuncu alaq. Əlimdə oyuncu yoxdur çünki. 5 22 yaş altı 79. Ver. Bütün pulumu verirəm. Onun yerine aslında dostlar zayıf bir oyuncu alaq. Çünki onun qırmızı kutularına kadar Santos'taki Neymar'la oynayan oyuncunu aldıq. Devam edək. Ve dostlar takımı şampiyon elədik. Ligi kazandık dostlar. Bu çok şey oldu yani. Ama Şampiyonlar Ligi'ne katılamadık. Gəlin dostlar axırıncı oyunları oynayaq. Ve bu videonu burada bitirək. Çünki dostlar bunun montajlaması var. Aydat. Kırmızı yemen yeriydi. Neyse. Zerato'nu kim oynamışlardır? Aha, San Marino U22 ile oynuyoruz. 7-0. Aydat. Yanmadan kırmızı yeyilleri. 2 tane daha oyuncumuz kırmızı yedi. Hayır. Kırmızı yeyipsə Zerato'nuca oyuna salmırıq. Çünki uduzabilirik. Oha. Biraz çok attıq elədi. Takımlara göre güclü oldu ve day. Zeraton soruyorum oyuna. Aha. Lionel Messi 87 olub. Gəlişir Messi. Trefiori ilə oynayırıq. 5-0. Artıq bitsin bu maçlar. Yes, bizə hələ pul veririk. 42-yə getdik. 42-ci haftadayıq. Şampiyon olduk. Yes! Copa Tito'nu kazandık. Ne bileyim ne kupasını kazandık. Takıma ikinci kupasını kazandırıram. Şey. 50 çalanta bir şeyler. Bu Alisson. Bayağı bir şey. Aha. Messi kadrosu. Aha, kadro bence çok da şey olur. En golcü Robin Vaz 34 gol. Büyük galibiyet Rolling gol. Büyük yenilgi yoktu. Tüm maçlar yönetim Rolling en güçlü en golcü Robin Vaz yine dostlar. Ve bence çok da şey oldu. Opa. Ve dostlar bölüm ikincisinin gelmesini isterseniz beğenip like atmayı unutmayın.